Başlayıyoruz. Sevda müəllim, buradasınız. Buradayım. Salam, xoş gördük. Tamam. Hoş Başqa adla geldiniz. Hı hı. açılması. Təqdim edeyim, daha sonra vebinarımıza başlayaq icazənizlə. Bəli, bəli. Xoş gördük və bütün webinar iştirakçılarını da salamlayıram. Bugünkü qonağımız Naxçıvan Dövlət Universitetinin Pedaqogika, Psixologiya kafedrasının baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Sevda xanımdır və mövzumuz isə dünəndən bugünə o vaxt ki biz, indiki biz münasibətlərin təkamülüdür. Buyurun, Sevda xanım sözü sizə veririk. Həm özünüz haqqında məlumat verin, həm də mövzuya keçid eləyək inşallah. İlk növbədə mən webinar iştirakçılarını salamlayıram. Onlara son dərəcədə təşəkkür edirəm ki, bu gün burada iştirak edirlər. Və bu gün bu gəncliyimizlə bağlı bəzi məsləhətlərimiz və bəzi diləklərimiz olacaqdır. Və bu məsləhətlər və diləklər nəticəsində təbii ki, maarifləndirməyə daha çox xidmət edəcəyik. Çünki o vaxt ki biz indiki biz və münasibətlərimizin təkamülü məsələsinə toxunanda bir çox məsələlərə toxunmaq lazımdır. Tarixi məsələlər vardır, bioloji məsələlər vardır, insan xarakteri, psixoloji məsələlər vardır ki, bunların hər birinə ayrı-ayrılıqda toxunmaq olar. Lakin çox gec başladığımız webinar yəni gec başladığı üçün biraz qismi toxunacağıq bu məsələyə. Gələcək zamanda isə bunların ayrı-ayrılıqda, yəni bir zəncirvari şəkildə ayrı-ayrılıqda təbii ki, gənclərimizi və eləcə də xanımları və bəyləri maarifləndirəcəm. Mən özüm təkcə elm adamı deyil, həm də uşaq yazıçısıyam, həm pedaqoq psixoloqam. Daima əsərlərimi uşaqların təlim tərbiyəsinə xidmət üçün yazmışam. Pedaqoji aspektdən yanaşmışam, təlim-tərbiyə aspektindən yanaşmışam. Əsərlərimdə tərbiyəçi və eləcə də müəllimlərə, eləcə də ailələr, valideynlər bəzi məqamlarda onları qorumağa, onları maarifləndirməyə çalışmışam. Maarifləndirmək üçün də dəyərli və qiymətli webinar iştirakçıları və gənclərimiz. Maarifləndirmə deyəndə ilk növbədə özümə şəxsi keyfiyyətlərimə diqqət yetirmişəm. Çünki hər bir insan məsləhət verən, öyüd verən, eləcə də əsərləri hasilə gətirən, əsərlər yazan, kitab yazan insan özü örnək olmalıdır. Yazdığı əsərlərlə öz xarakteri və xüsusiyyətləri vəhdət daşımalıdır. Qiymətli gənclərimiz, mən əsərlərimdə ilk növbədə mühitin tərbiyə təsiri məsələsinə toxunmuşam. Mən əsərlərimdə, hekayələrimdə və nağıllarımda ilk növbədə fiziki sağlamlığı məhdud olan uşaqlara toxunmuşam. Kimlik və şəxsiyyətin formalaşması, vətənpərvərliyi ilə bağlı, insani keyfiyyətlər, böyüklərə hörmət məsələsinə toxunmuşam. Bax, bu əsərləri də təbii ki, başqa bir dövrlərdə bu əsərlərin hər birində də ayrı-ayrılıqda sizlərlə icazə versəz əgər, sizlərlə bunu təbii ki, aydınlıq gətirəcəyik və o əsərlərin hər birində ayrı-ayrılıqda onların necə deyim, müqayisəli məsələlərini qoyacağıq. Amma bu gün mən bu vaxt ki biz indiki biz və münasibətlərin təkamülü məsələsinə toxunmaq istəyirəm ki, bu da insan tarix boyu münasibətlər həyatın mərkəzində dayanıbdır da. Çünki insanlar münasibəti olmasa, bu təkmilləşə bilməz, gələcəyi görə bilməz, sabahı görə bilməz. Hər bir insanın yaxşı bir dosta, yaxşı bir necə deyim, münasibətlərə, iş yoldaşlarına həddindən ziyadə ehtiyacı vardır. Dəyərli və qiymətli gənclərimiz, mən bir məsələyə də toxunmaq istəyirəm ki, e, biz bir-birimizi nə qədər ki münasibətləri güclü saxlayırıq, demək bir-birimizə də söykənə bilirik. Çünki necə ki atalarımızın çox gözəl bir sözü vardı, tək əldən səs çıxmaz. Necə deyim axı, deyir tək əlin nəsi var, iki əlin səsi vardı. Yəni burada bir-birinə kömək vardı, dəstək vardı. Hər bir insanın bir-birini kömək və dəstəyi nəticəsində də insan inkişaf eləyir, qabağa gedir, irəli gedir. Qiymətli gənclərimiz, mən bu gün həqiqətən də çox lazımlı bir məsələyə toxunuram.
Dünənimizlə bu günümüzün müqayisəli məsələsinə toxunmaq istəyirəm. Lakin gəncləri bu məsələ ilə bağlı mühakimə etmək istəmirəm. Çünki bu 30-35 ildə bizim demək olar ki, o təkamül keçirdiyi dövr vardı ki, o təkamülə ilə üz-üzə gəlməyimizin əsas səbəbləri biz yaşlıdılar. Yəni orta yaşlı insanların keçid dövrünə düşməsi oldu ki, siz gəncliyi təkmilləşdirə bilmədik, siz gəncliyi maarifləndirə bilmədik. Bizlər də bəzi məqamlarda, lakin həm də həyat və zaman sürətlə axın etməyə başladı. Məsələn, sürətlə axın etmək deyəndə biz təhsilimiz Avropa təhsilindən sürətli bir şəkildə inteqrasiya elədi. Texnologiyamız sürətli şəkildə inkişaf elədi ki, bu gün biz doğrudan da 44 günlük müharibədə də biz öz texnologiyamızla özümüzü sübut elədik, göstərdik ki, 5-ci nəsil texnologiyanın deyə bilərəm ki, sahibi olduq və eləcə də bunları əldə etməyimizə baxmayaraq, bizlərdə biraz da Avropa mədəniyyətinə, Avropa adət-ənənələrinə də inteqrasiya biraz güclük təşkil elədi. Sanki onlara oxşamaq istədik, amma bizim bir fərqliliyimiz vardı. Biz türklərin bir fərqliliyi var idi ki, biz adət-ənənələri ilə var olan bir xalqıq. Milli mənəvi dəyərlərə qiymət verən bir xalqıq. Təbii ki, buna daha çox diqqət yetirməliydik. Hələ 7-ci əsrdə Göytürklərin dövründə İsraillərlə ərəbləri dinə görə dünyada birinci yerdə olubdu. Və fransızlar isə ədəbiyyatı ilə dünyada birinci yerdə olubdu. Lakin türklər isə həm mədəniyyəti ilə, həm də təlim-tərbiyə ilə dünyada birinci yerdə olubdu. Bu gün mən təlim-tərbiyədən danışanda təbii ki, və eləcə də adət-ənənələrdən danışanda təbii ki, sizi çox o qədər də mühakimə etmək istəmirəm. Yenə deyirəm, çünki biz orta nəslin biraz bu məsələlərlə, bu keçid dövründə biraz soyuqluğumuz oldu. Sizlərin təkmilləşməsində fəal iştirak edə bilmədik. Bu da deyə bilərəm ki, o empatiya məsələsi vardı. Çünki mən bunu günahı özümdə görməsəm, empatiya qurmasam, sizə öyüd nəsihət verə bilmərəm. Sizi bununla bağlı təkmilləşdirə bilmərəm. Eləcə də Quran-Kərimdə də deyir ki, Quran surələrindən birində qeyd edir ki, deyir sən insan olandan sonra məni oxu. Bəs mən necə insan olan? Mən insanam da. Məsələn, bütün canlılara baxanda, quşlara baxanda qarğadır, qartaldır, bayquşdur, sərçədir, bülbüldür. Bunların bir adı var da quşdur. Və yaxud da ki, heyvanlara baxanda aslandır, şirdir. Bunların hər birinin, hər bir canlının özünə görə adları vardır. Bizlərin də bir irqinə, millətindən asılı olmayaraq, irqindən asılı olmayaraq, rəngindən asılı olmayaraq biz insanıq da. Bəs nəyə görə Quranda qeyd edir ki, sən insan olandan sonra məni oxu? Bax, ona görə o qeyd edir ki, empatiya qurma məsələsinə toxunur. Deyir ki, sən empatiya qurduğun zaman sən mənəvi zənginlik daşıyasan. Sən vicdandır, inandır, iradədir. Bunları daşıyasan. İnsana xas olan rəhim və ədalətli olasan. Bax, o zaman sən insan olasan və empatiya qurduğun zaman da sən məni oxuya bilərsən. Bax, bu gün də mən bir orta nəslin nümayəndəsi olaraq empatiya qururam və özümü mühakimə edirəm və öz yaşlarımı da deyə bilərəm ki, mühakimə edirəm ki, siz gəncliyi biz təkmilləşdirə bilmədik. Siz gəncliyin içərisində biz təlimlər aparmalıydıq. Təlimlər deyəndə bəzi məqamlar vardı, ona toxunanda bəzi məqamlar budur ki, biz məsələn uşaqların böyüməsində, uşaqların təlim-tərbiyəli böyüməsində, inkişaf etməsində biz valideynləri və nənə və babaların rolu məsələsinə toxunmaq istəyirəm. Eee, Biz uşaqların bugünkü gəncliyinə, keçmiş dövrün gəncliyinə nəzər salanda çoxlu fərqlər vardı. Keçmiş dövrün gənclərinə baxanda, məsələn də o vaxtki ana-atalara baxanda uşaqlar necə böyüdürdülər? Onlar axı təhsilli deyildilər, onlar oxumuş deyildilər. Bəs bunlar təhsilsiz idi, oxumamışdı. Bəs necə gözəl bir şəxsiyyətlər yetişdirə bilirdilər? Qeyri-adi şəxsiyyətlər yetişdirdilər, çox təlim-tərbiyəli övladlar yetişdirirdilər. Ataya böyük hörmətlə yanaşılırdı, anaya qayğı ilə yanaşılırdı. O dövrlərdə
uşaq evi demək olar ki, yox idi. Uşaq evləri boş qalırdı. O dövrlərdə qocalar evi boş qalırdı. Qocalar evində tək-tük qocalar olardı ki, onlar da e, deyə bilərəm ki, övladları olmayan qocalar olurdu, kimsəsi olmayan qocalar olurdu ki, sonradan onlar qocalar evinə yerləşdirilirdi. Bəs bu günə gəl nəzər salanda, bu günə nəzər salanda ürək ağrısı ilə deyə bilərəm ki, həm uşaq evlərində yer qalmayıbdı. Yəni həddindən ziyadə çoxdur. Həm də eləcə də qocalar evi də həddindən ziyadə deyə bilərəm ki, kalabalıq bir şəkil daşıyıbdı ki, o gün qocalar evində də yer yoxdur. Hətta hələ də qocalarda vardı. Bilirsiniz, bu çox təhlükəli bir məqamdır. Bu çox qorxulu bir məqamdır. Çünki biz bizliyimizdən çıxırıq. Biz öz adət-ənənələrimizdən çıxırıq. Biz Azərbaycançılığımızdan çıxırıq. Bununla əlaqədar da biz bəs nəyə diqqət yetirməliyik? Bugünkü uşaqların tərbiyəsində, bəzi mənəvi cəhətdən inkişaf etməsində, onun mühitinə diqqət yetirməliyik. Çünki mühitin özünün də tərbiyəyə təsiri vardı. O dövrlərdə ata və nənə və babalar mühitə çox diqqət yetirirdilər. Mühitə diqqət yetirmə deyəndə, məsələn, bir bacı, bir əmi uşaqlarında əgər təlim-tərbiyə doğru deyildi, yerində deyildisə, həmin uşaqları əmi, baba, əmi, dayı və yaxud da xala, bibi gilə qoymurdular öz uşaqlarını. Hətta o uşaqlardan kənar saxlayırdılar ki, onların təlim-tərbiyəsinə diqqət yetirməsi və ailənin özünün tərbiyəsini götürməsi üçün. Bu gün amma biraz bununla bağlı biraz laqeydlik vardı, gəncliyimizin laqeydliyi vardı ki, uşaqların mühitinə də diqqət yetirmirlər. Əgər o mühit yaxşı mühitdə tərbiyə alsa, əgər valideynləri nümunəvi bir şəkildə valideynlərinin tərbiyəsini götürsə, təbii ki, bizim uşaqlar evində də uşaqlar azalar, eləcə də qocalar evində də qocalarımız deyə bilərəm ki, azalar. Nümunə deyəndə də təbii ki, əziz və gözəl, dəyərli, qiymətli gənclərimiz, biz hər birimiz, siz hər biriniz nəsihətlə, vəsiyyətlə tərbiyələndirmə olmur, nümunə ilə tərbiyələndirmə olur. Çünki bu gün mən məsələn sizə bir nümunəvi bir ziyalı kimi sizin qarşınıza çıxa bilirəm. Çünki çox yaxşı anayam, çox yaxşı bir ziyalıyam. Çox mədəni və özünə hörmət edən, tələbəsinə hörmət edən bir müəlliməm, ziyalıyam. Eləcə də yaxşı bir dostam, münasibətləri çox isti saxlayan bir rəfiqəyəm, dostam. Bax, ona görə də bu gün sizlərin qarşısına keçərək sizlərə bəzi məqamda məsləhətlər verə bilirəm və bəzi məqamlarda da mühakimə deyəndə qismi mühakimə etmək istəyirəm indiki gəncləri və siz ziyalılardan da xahiş etmək istəyirəm ki, siz ziyalılar da bu gün məni dinləyərək bundan sonra bu məsələlərlə bağlı, bax uşaqların inkişafı, uşaqların təlim-tərbiyəsi və eləcə də mühitinə diqqət yetirməsi ilə bağlı da valideynləri maarifləndirmə, tərbiyəçiləri, müəllimləri maarifləndirmə məsələsini ortaya çıxardaq. Eləcə də sizlər də mənim bu müqəddəs necə deyim axı da təkliflərimə deyə bilərəm ki, qoşulmağınızı sizdən xahiş edərəm. Mühitin tərbiyə təsiri məsələsinə toxunmaq istəyirəm. Mənim əsərlərim də vardı. Eləcə də Sədi Şirazinin çox gözəl bir əsəri vardı. Sədi Şirazi yazır ki, bir gün yolla gedəndə baxır ki, yerdə onun burnuna çox gözəl bir qızıl gül ətri dəyir və baxır ki, yerdə heç bir çiçək yoxdur. O yerdə bir dənə tikan kolu vardı. Bir xırda bir tikan var. Tikanı qaldırır, eğilir, baxır ki, tikandan gəlir o çiçək ətri. Deyir ki, ey tikan, sən nə gözəl ətir saçırsan. Axı sən tikansan. Tikan belə bir cavab verir ki, deyir, ey Sədi Şirazi, mən bir vaxtlar güllə dostluq etmişəm. Bax, burada mühitin, onun rəfiqəsi, dostunun bir gül olduğu zaman onun xarakteri, xüsusiyyəti, əxlaqı, nəyi vardısa o dostuna keçibdir. Və onun hətta ətrini, iyini də daşıyır. Və buna da deyə bilərəm ki, cavab olaraq Sədi Şirazinin bu gözəl, qiymətli əsərinə cavab olaraq mən də mühitin tərbiyə təsiri ilə bağlı Delfinin nağılını yazdım. Burada bir balaca delfin olur. Bax, bunu ona görə yazdım ki, bu əsəri tərbiyəçilər də, müəllimlər də, valideynlər də buna çox diqqət yetirsinlər. Və bir gün bir balaca qızıl balıq olur. Bu balıq özünə incilər toplayır. İncilər toplayanda balaca delfin balığı
Delfin bunun əlindəki inciləri alır, sahilə atır. Və bu həddindən ziyadə bu kədərləndirir və e, bu qızıl balıq öz anasına gileylənir delfindən. Anası da delfinin anasının yanına gedir və ona şikayət eləyir delfindən ki, bəs mənim qızımın əlindən incilərini alaraq sahilə atıbdı. Axı biz suda olan bir canlı olduğumuz üçün biz sahilə dönə bilmirik axı. Delfin çox qəribəsinə gəlir. Yəni ana delfinin çox qəribəsinə gəlir və dönür övladına və həmin qızıl balığın anasına baxaraq deyir ki, axı deyir, biz xeyirxah canlılarıq. Mən övladlarımı öz adət-ənənələrimizlə böyütmüşəm. O necə ola bilər ki, o belə bir yırtıcı hərəkət eləsin, onun əlindən e, deyə bilərəm ki, əşyalarını, sevdiyi zinə əşyaları alıb onu sahilə atsın. E, Bu zaman e, balaca qızıl balıq çönüb deyir ki, hətta o deyir mənim əlimdəki inciləri sahilə atanda akula balalarıyla bərabər gülüşməyə başladı. Bax burada valideyn, orada delfinin anası artıq oğlunu mühakimə etmir, özünü mühakimə etməyə başlayır. Mən harda boşluq buraxdım? Mən harda diqqətsizlik elədim? Çünki mənim övladım delfin ola-ola akula balaları ilə dostluq edərək bax o yırtıcıların əxlaqını, o yırtıcıların xüsusiyyətlərini başqalarının üstündə göstərir və mənim ailəmə, bizim evimizə, ailəmizə başı aşağılıq gətiribdi. Bax bu burada mühitin bax tərbiyə təsiri məsələsinə toxunaraq ilk növbədə mən bütün ailəli valideynləri uyarıram, xəbərdar edirəm ki, diqqətə alsınlar ki, çünki mühitin də tərbiyəyə son dərəcədə təsiri vardı. Bəzi bizim adət-ənənələrimizdən getmirlər. Hər bir ailənin özünə görə öz adət-ənənələri vardı, xeyirxahlığı vardı, ziyalılığı vardı, dünyaya baxışı vardı, mədəniyyəti vardı. Lakin bəzən görürsən ki, evdən 3 uşaq, 4 uşaq olur. Bu uşaqlar böyüyəndə hər bir başqa xarakterdə olur. Təbii insan xarakterində dəyişiklik olur. Çünki insan xarakterində psixoloqların özləri çox gözəl bir də sanqvinik vardı, melanxolit vardı, ondan sonra flegmatik vardı. Hətta bunlar rənglərə də bölüblər. Qırmızı adam var, sarı adam var, yaşıl adam vardı. Hətta bunları astroloqlar bürclərə də bölüblər. Dolça bürcü vardı, şir bürcü vardı, ox atan vardı. Eləcə də xərçəng bürcü vardı və və s. Bunların hər birini bu xarakterlərə də bölünür. Yəni bu fikir verirsiniz, həm psixologiya elmi, astrologiya elmi vardı. Eləcə də bunlara biz nəzər salanda baxırıq ki, xarakter təbii ki, dəyişik xarakterlərdə böyüyəcəkdir uşaqlar. Amma əxlaqi keyfiyyətlər deyəndə isə ailənin mütləq və mütləq o qanı daşıyır, ailənin əxlaqını daşıyır. Övlad evdə nə görürsə, o münasibətlərini deyə bilərəm ki, ilk növbədə o ailədəki münasibətlərini uşaq təbliğ edir işdə. Başqalarının üzərində, müəlliminə qarşı münasibətdə, tərbiyəçisinə qarşı münasibətdə, dostlarına qarşı münasibətdə. Əgər evdə ana, ata, nənə babaya çığırır, bağırır, hörmətsiz davranırsa, bu uşağa hansı hörmətlə danışmaq olar? Bu uşağa hansı ağbirçək və ağsaqqala hörmətlə yanaşmağından danışmaq olar ki? Və yaxud da ki, biz övladlarımız görür ki, ata-ana yalan danışır, qonşuya yalan danışır, aldadır, oğurluq edir. Hansı dürüstlükdən, hansı mənəviyyatdan danışmaq olar ki? Bir bax budur. Və keçmişimizlə bu günümüz arasında bəzi məsələlər vardı ki, o vaxtki dövrün münasibətlərində məsuliyyət məsələsi vardı. Baxın, məsuliyyət məsələsi böyük bir şeydir. Məsuliyyət ailədə məsuliyyət, ata və anaya qarşı məsuliyyət, dostuna qarşı məsuliyyət, müəlliminə qarşı məsuliyyət və bir çox şeylərə toxunmaq olar. Məsuliyyət və hörmətlə keçmişimizə və bu günümüzə hörmətlə yanaşma məsələləri vardı.
Bunu da uşaqda yenə deyirəm, tərbiyə etmək və inkişaf elətdirmək üçün təbii ki, ilk növbədə insan özünü tərbiyə etməlidir, insan özünü inkişaf elətdirməlidir. Mən doğru düzgün olmalıyam, mən rəftarıma və danışığıma diqqət yetirməliyəm, ünsiyyətimə diqqət yetirməliyəm. Mən dostumun arxasınca övladlarımın yanında danışmamalıyam. Mən həyat yoldaşımın arxasınca övladlarımın yanında danışmamalıyam. Mən müəllimin övladıma tutduğu irad dövrlərində, yəni biz nəsil ana ataları deyirəm. Övladımıza bəzi oxumağı ilə bağlı, təhsili ilə bağlı, tutduğu iradlarla bağlı biz müəllimi mühakimə etmirik. Ona haqq qazandırırıqsa, deməli biz yaxşı mənəvi cəhətdən zəngin, üstün bir gənclik, bir uşaqlar və eləcə də bir gənclik, cəmiyyət yetişdiririk. Çünki nə qədər ki uşağı yaxşı tərbiyə ediriksə, biz o qədər də cəmiyyəti yaxşı tərbiyə edirik. Bir o qədər də işıqlı cəmiyyət yarada bilirik. Dəyərli və qiymətli ziyalılarımız, çox hörmətli webinar iştirakçıları. Mən məsuliyyət məsələsinə toxunanda da burada bir məsələyə də toxundum, ailə məsələlərinə toxundum. Son dövrlərdə bununla bağlı evliliklər, boşanmalar vardı. Bu evlilik və boşanmalar məsələsində də mənə çox suallar ünvanlanır. Bu suallar içərisində də bəs keçmişimizdə bəzi məqamlar var idi, qəbul eləyirdi ailələr. Bu gün gəncliyimiz niyə qəbul etmir? Bugünkü gəncliyin qəbul etməmə səbəbi nədədir? Mən keçmişimizdəki insanlara da hörmətlə yanaşıram. Orada da bir qüsur və bəzi məqamda qəbahət tapa bilirəm. İndiki gəncliyimizin də bəzi məqamlarında, ayrılmalarında, boşanmalarında onlara haqq qazandırdığım bəzi məqamlar da olur. Çünki keçmişlə bu günümüz arasında bəzi məsələn nə məqamlar vardı. O dövrdə oxuyan, təhsil alan qızlarımız çox az idi. Az olduğu üçün bütün həyatlarını və eləcə də həyat yoldaşlarına bağlayırdılar. Onlar tərəfindən mühakimə olduğu zaman, onlar tərəfindən fiziki cəzalara, fiziki necə deyim axı da təzyiqlər altında qaldığı dövrlərə də qəbul eləyə bilirdilər, qəbul eləyirdilər. Çünki gedəcək yerləri olmurdu və evdən bir gəlini, bir qızı çıxardanda da deyirdilər ki, sənin buradan bu gün səni buradan yola salırıq, o evdən də ölün çıxmalıdır. Gözəl adət-ənənələrimiz var idi, gözəl münasibətlərimiz vardı, dəyərli və qiymətli ziyalılarımız. E, Bəzi məqamlarda bu məsuliyyəti, bu eləcə də qiymətli adət-ənənələri təbii ki, qoruyub saxlamalıydıq, saxlamalıyıq da. Lakin bəzi məqamlarda vardı ki, təbii ki, əgər bir oğlanın, bir kişinin və yaxud da bir qadının, bir xanımın pis vərdişləri vardısa, bu vərdişlər bağışlanmazdısa bəzi məqamda və bu vərdişlər qəbul olunmazdısa, eləcə də sağala bilmirsə, təbii ki, bəzi məqamlar vardı ki, bunların bu ayrılığın, bu boşanmaların qarşısına da keçmək mümkün olmur. Amma mən təhqiqat apardım. Təhqiqatlar nəticəsində evlilik və boşanmalar haqqında təhqiqatlar apardım. Və bu təhqiqatlar nəticəsində baxın, çox qəribəmə gəldi. Son dövrlərdə boşanan ailələr bu 15-20 ildə, yəni o oğlan və qadınlarla bağlı apardığım təhqiqatlarda 78% kişilər, oğlan uşaqları sonradan peşman olublar ayrıldığı üçün. 64% da qadınlar, xanımlar, qızlarımız peşman olubdu ayrıldıqları üçün. Bu böyük bir rəqəmdir. Bu həqiqətən böyük rəqəmdir. Bəs bu sonradan bunlar peşman olublar da. Bəs burada nə çatmayıbdı? Burada kimlərin müdaxiləsi çatmayıbdı? Bax bu boşanmalarda bu çünki primitiv bir məsələ, məişət məsələləri üzərində ayrılıqlar olubdu. Bu gün dünənimizdəki bu xanımımız evdə ac qalırdı, susuz qalırdı, qonşuya bildirmirdi, ata-anaya bildirmirdi. Əziz və qiymətli ziyalılarımız, biz uşaqlarımıza, tələbələrimizə bunu aşılamalıyıq. Məsələn, onlar necə deyim axı, illərlə bir paltonu geyinərdilər, illərlə bir paltarı geyinərdi, amma həyat yoldaşlarına baş aşağılıq gətirməzdilər. Əksinə onları daha çox
qiymətli edərdilər, başı yuxarı edərdilər və eləcə də həyat yoldaşları. Məsələn, o dövrün oğlan uşaqları çox məsuliyyətdən əlavə də sanki olğun idilər. Sanki ailənin məsuliyyətini, ailənin dəyərini, xanımının dəyərini və qiymətini düşünürdü. Və o dərk edirdi ki, o həyat yoldaşı üçün bir çox mərhələlərdən artıq subay deyil, o evlidir. Bir çox mərhələlərdən kənarlaşmalıdır və adaptasiya olmalıdır ailəsinə. Bu gün isə evlənirlər, bilirsiniz, sanki bir reklam kimi görsənir evliliklər, ailələr. Evlənirlər və bir-birlərində qəbahət axtarmağa çalışırlar. Dəyərli və qiymətli ziyalılarımız. Ee, İnsan fitrəti belədir. İnsan Tanrı deyir ki, qəbahət və qüsursuzluq Tanrıya məxsusdur. Təbii ki, bizlərin özümüzə görə qəbahətimiz olacaqdır. Təbii ki, bizlərin özümüzə görə qüsurumuz olacaqdır. Dəyərli, qiymətli ziyalılarımız, biz bir-birimizdə qüsur axtarmaqla ailə olmur. Keçmişimizə nəzər salanda onlar bir-birində heç vaxt qüsur axtarmayıblar. Bir-birinin müsbət tərəflərini tapıblar və o müsbət tərəflərində ailənin bütövlüyünü, o gücünü, qüdrətini saxlayıblar və o müsbət tərəflərdə yaxşı övlad da yetişdirə bilibdilər. Bugünkü gənclik isə bir-birində qəbahət axtara-axtara, bir-birinə necə deyim, bir-birini günahlandıraraq, qüsurlar axtararaq bu evliliklər, boşanmalar deyə bilərəm ki, 80%-ə qədər gəlib çıxıbdı. Və görürsüz, sonradan da həqiqətən də peşman oldu. Mən bir pedaqoq kimi, dəyərli və qiymətli ziyalılarımız, mən pedaqoq kimi çox istəyirəm burada bir təşrif edəm. Sizlər də, əgər sizin də hər hansı bir yerə, mövqelərə əliniz çatırsa, sizlər də bu təklifi dəyərləndirin, qiymətləndirin. Mən çox istəyərdim ki, nicah yerində, nicah salonlarında və eləcə də ora xüsusi pedaqoqları işə götürsünlər. Çünki psixoloqlara düzdür, hər yanda yer var, amma əsas ailənin təməlini, ailənin gücünü, ailənin qüdrətini qoruyan pedaqoqlardır. Təlim-tərbiyə üzrə onlar dərs keçirlər də. Pedaqoq təlim-tərbiyə üzrə mütəxəssis deməkdir. Və burada bu nikah deyə bilərəm ki, yerində və eləcə də elə bir qurumlar yaradılsın ki, o necə ki psixoterapiya mərkəzləri var, bax o psixoterapiya mərkəzlərində pedaqoqlar da olsun ki, bunlar eləcə də məhkəmədə, eləcə də Səsiniz bağlandı Nurda xanım. Nurda xanım, səsiniz bağlandı. Səsinizi açın, da zəhmət olmaz. Başqa adamın səsinin bağlanmasın, sizin kim bağladım. Üstünə basın. Gəlir səsiniz. Açın səsiniz. Açın, indi gələcək. Yox, Aha, üstünə basırsa səs. Aha, gəlir, bəli, gəlir. Yox, siz açın, səsiniz gələndə mən deyəcəm sizə. yaxşı. Hə, indi gəlir. İndi Danışın, gəlir. danışın. Çox Bəli, gözəl. danışın. Bəli, bəli. Buyurun. Psixoterapiya mərkəzləri yaradılır. Bu psixoterapiya mərkəzlərində də mən elə gəlir ki, pedaqoqlardan xüsusi istifadə olunmalıdır. Gənc nəslin maariflənməsində, eləcə də oğlan və qızlarımızın boşanma, ayrılma dövrlərində, ağsaqqal və ağbirçəklərlə münasibətlərin pozulma dövründə nəyə diqqət yetirməlidirlər? Çünki yenə deyirəm, mən təhqiqatlara apardım. İnanın ki, minlərlə gənc gəlinlər, qızlarımızla bağlı apardığım təhqiqatlarda baxdım ki, təsəvvür edin ki, kişi xeyla bəylərimizin daha çox sonradan peşmançılıq çəkiblər ayrıldığı üçün, həyat yoldaşlarına ayrıldığı üçün, nişanı qaytarıldığı üçün. Eləcə də qızım 64% təsəvvür etsin xanımdır, 79% oğlan uşağıdır, bəylərimizdir. Siz təsəvvür edirsiniz nə qədər dərəcədə sonradan peşmançılıq olur və onlar ayrı başqa bir həyata, başqa bir cizgiyə yol alırlar. Bu da sonradan bir-birinə qayıda bilmirlər də. Yəni bəzi məqamlarda, bəzi elə bir həyati situasiyalar yaşayırlar ki, artıq bir-birinə qayıda bilmirlər. Bir-birinə qayıtmamağın bir səbəbi də iki gəncin münasibətlərinə böyüklər qatılaraq
böyüklərin davasına çevrilir və ona görə də böyüklər bu münaqişəni böyüdərək gənclərə imkan vermirlər, gənclərə fürsət vermirlər ki, onlar bir daha bir araya, bir yerə gəlsinlər. Bəlkə böyük bir sevgi ilə, sevgi evliliyi olubdu, amma bu sevgi evliliyi aylar içərisində dağılmağa başladı və orada indi buradan bir məsələyə də mən toxunacağam və burada bəzən dünyaya gələn uşaqlar olur ki, bax bu uşaqların da bu məqamda mutsuz böyüməyə başlayırlar. Onlar evdə, ailədə ata-ananı bir arada görmək istəyirlər. Ondan əlavə onlar məktəbə gedəndə də başqalarına baxırlar. Onlar da elə atanın, ananın əlindən tutaraq gəlməyini istəyirlər. Universitetdə həmçinin. Çünki ata çox güclü bir faktordur. Atanın varlığı çox güclü bir faktordur. Dəyərli və qiymətli ziyalılarımız, gözəl qızlarımız və bəylər, mən bu gün xalq dili ilə sizlə danışıram, səmimiyyətimlə danışıram. Mənim qiymətli gəncim. Həyatda özüm gördüyüm bir situasiyanı, bir hadisəni sizə demək istəyirəm. Qonşuluqda iki dənə uşaq bir-biri ilə dalaşırdı. Bu uşaqlardan birinin atası yox idi, amma ana tərəfi çox güclü idi. İmkanı həddindən ziyadə güclü və imkan sahibləri idi. Bir uşağın isə, o dalaşan uşağın biri isə ata-anası oxumamış, təhsilsiz idi və o məhəllədə semişka satırdı. Atası da həddindən ziyadə çox içən bir adam idi. Həddindən ziyadə içən adam idi. Yəni 7-24 ayıq olmurdu. Siz təsəvvür eləyin. Bu iki uşaq dalaşanda, bu iki uşaq dalaşanda, bu uşaqların ailələri də bura müdaxilə etdi. O güclü, qüdrətli, zəngin anası olan, atası olmayan, həddindən ziyadə zəngin bir ailə yapımı vardı, qohum əqrabaları var idi və heç kimi olmayan kasıb ata-anası, hətta atası da içkili, ayıq olmayan o uşağın ailəsi, həmən o uşağın ailəsinə belə qalib gəldi. Çünki onun içkili atası olsa da o özünü daha çox güclü hiss edirdi. Daha çox özünü güvənli hiss edirdi. Dəyərli, qiymətli gənclərimiz. Bax, bu məsələ ilə bağlı. Çünki mən nəyə görə bunu deyirəm? Çünki sonradan peşman olub da axı gənclərimizin çoxları. Mən istəyirəm ki, siz gənclərimiz, siz dəyərli, qiymətli gənclərimiz, bəzi məqamda, situasiyalar yaşayanda ailədə ailələrinizi qatmayasınız, özünüz bu məsələni həll edəsiniz. İstər bəylər olsun, istər qadınlar və uşaqların da böyüməsində də buna diqqət yetirsin. Qiymətli ziyalılarımız, dəyərli gənclərimiz, bir məsələyə də toxunmaq istəyirəm. Çox həqiqətən də diqqət alınacaq bir məsələdir. Mən bir məsələni də təhqiqat aparırdım. Deməli, uşaq cinayətkarları və eləcə də dünya pedofilləri ilə bağlı onların çıxışları var, məhkəmə işləri ilə bağlı çıxışları var idi. Mənim övladım da hüquqşünasdır, Britaniyada vəkildir. O elə bu məhkəmə işlərində də işləyir. O dövrlərdə var idi və ondan bir çox materiallar alırdım. Bu materialların içərisində də mən araşdırma aparırdım bir yazıcı kimi və eləcə də dünya bu cür dünya elə bir ki, məhkəmə işləri ilə də bağlı və o uşaqlar üzərində təzyiqlər, fiziki təzyiqlər vardı, oğurlanma vardı, bu uşaqların yoxa çıxması vardı, üzr istəyirəm, təcavüz olunması vardı, üzr istəyirəm yenə sizdən və eləcə də yoxa çıxması, nə bilim, orqan mafiyası və s. bir çox mənfi bir şeylər saymaq olar və bu pedofillərlə bu canilərə sual verir bir jurnalist. Deyir ki, siz ən çox nə tür uşaqlara yanaşırdınız da? Yəni siz bunu həmən dəqiqə bu uşaqları necə, hansı metoddan istifadə edib bu uşaqları oğurlaya bilirdiniz? Bilirsiniz nədir? Bunun 80% pedofilin dediyi kəlmə məni çox düşündürdü. Yəni bu ağlı başlıca bunun deyə bilərəm ki, hesabı gedirdi. Bu psixoloqlar, sosioloqlar bunun hesabını aparırdı. 80% deyirdi ki, mən onların ailəsinə baxırdım. Deməli 20%, 10% zadə təsadüf yoldan rastlaşaraq uşağı apara bilir. 10%. Bunun 80% isə müşahidəyə alır həmin ailəni. Müşahidəyə alır və görür ki, başı
Boş gəzən uşaqdır, eşikdə, valideyn ondan maraqlanmır. Ata çox laqeyddir, anaya qarşı laqeyddir, ailəyə qarşı laqeyddir, evinə qarşı laqeyddir, diqqətsiz davranan adamdır. Necə bizdə nətər deyirlər, ağzı boş bir atadır. Deyir mən sərt ailə başçısı sərtdirsə, sərt atası, diqqətli anası, varlı demir daha. Əziz, dəyərli və qiymətli ziyalılarımız varlı demirdi, qohumlu, əqrabalı demirdilər. Deyirdilər ki, sərt, diqqətli, məsuliyyətli, ailənin uşaqlarından çəkinirdik. Mən deyir, onları müşahidəmlə deyir, mən o uşaqları aparmışam. Müşahidəmlə deyir, bu varianta deyir, əl atmışam. Diqqətdən kənar, ondan sonra ağzı boş, ailəni də boş buraxan, həyat yoldaşını da, övladına da diqqətsiz davranan, onun geyimi, onun məktəbi, onun yaşamağına diqqət eləməyən deyir atanın uşaqlarına deyir. Mən artıq deyir onları bilirsiz nətərdir? Güvənsiz bir şəkildə o uşaqlar artıq qorumasız bir şəkildə qalır. Bax bu qorumasızlıq həqiqətən də böyük bir təhlükədir. Biz ona görə də əziz ziyalılarımız, dəyərli və qiymətli ziyalılarımız, biz ona görə də bütün ailələri, valideynləri, müəllimləri, eləcə də biz tərbiyəçiləri mütləq biz bununla bağlı maarifləndirməliyik, diqqətə almalıdırlar. Təbii ki, bəzi məqamda mən ümumiyyətlə həyatın necə deyim, tüğyanına, həyatın dalğalarına inanan adamam. Yaxşı bir xislətlə övladlarımızı yetişdirək. Onlara hörmətlə yanaşaq. Çünki o pedofil və eləcə də cinayətkar, cani uşaqlar isə, həmən o gənclər isə, həmən o insanlar isə ana və ata tərəfindən təzyiq görən, ana və ata tərəfindən təhqir olunan, qohum və əqraba tərəfindən təhqir olunan, sayılmayan, hörməti olmayan, daima baxın, onlar heç vaxt demirlər ha biz ac qaldıq. Mən günlərlə ac qaldım, pendir çörək yedim, və ya da yavan çörək yedim, cırıq ayaqqabıda gəzdim, cırıq paltarda gəzdim demirlər. Onlar deyirlər ki, biz təzyiq altında qaldıq. Daima döyülürdüm, alçaldılırdım, daima hörmətsizliklə üz-üzə gəlirdim. Mənə qarşı qohum əqrabanın da davranış qaydaları çox pis idi. Bax bu psixoloji biz gələcək üçün, biz zaman üçün axı sizə deyirəm, çox gözəl bir cəmiyyət yetişdirək. Yaxşı övlad yetişdiriksə, yaxşı bir cəmiyyət də yetişdiririk də. Və cəmiyyətimizi, sabahımızı nurlandırırıq, sabahımızı işığa doğru aparırıq da. Əziz və qiymətli bizim gənclərimiz. Bax, ona görə də bununla bağlı istəyirəm, siz hər biriniz bilirəm ki, müəllimsiniz, universitet müəllimisiniz, məktəb müəllimlərisiniz, məktəbqədər bağça müəllimisiniz, anasınız, atasınız. Bax, buna mən bir səriştəli pedaqoq kimi sizə bunu deyirəm, uşaq psixoloqu kimi, eləcə də uşaq yazıcısı kimi sizə deyirəm ki, mənim təhqiqatlarım heç bir zaman məndə negativ bir fikir yaratmayıbdır. Məndə heç vaxt peşmançılıq yaratmayıbdır. Ona görə də sizə təvəqqə edirəm və xahiş edirəm ki, övladlarınızı çalışdığınız qədər hörmətlə yanaşın. Zabitənizi qoruyun. Təbii ki, yenə deyirəm, keçmişimizə baxanda və bu günümüzə baxanda nə qədər boş ağızla davransaq, nə qədər uşağın bütün əmrlərinə boyun əysək, bir o qədər yenə də yaxşı uşaq böyütməyəcəyik. Çünki hər bir uşaq həm ona hörmət olunmasında yaxşı inkişaf edir, təkmilləşir, həm də hər bir uşaq ona qarşı ciddi və məsuliyyətli bir valideynin qarşısında o yüksək səviyyədə böyüyür, inkişaf eləyir. Yoxsulluğu öyrətməliyik övladlarımıza. Varlılığı yox. Varlılığı onsuz da özü gəlib çatacaqdır. Yoxsul, siz fikir verirsiniz, böyük şəxsiyyətlərimiz, dahilərimizin keçmişinə baxanda onlar yoxsulluq içərisində böyüyüblər. Amma məsuliyyətli valideynləri olubdu. Ən çox da atalar olubdu. Dünənimizlə bu günümüzə bir də nəzər salanda, bax bu deformasiya məsələlərinə baxanda bir məsələyə də toxunmaq istəyirəm. Bəylərimizi üzümü tutaraq qeyd etmək istəyirəm ki, bizim dövrümüzdə, bizim gənclik dövrümüzdə məktəbə valideyn iclaslarına həftədə bir dəfə valideyn iclası olurdu. Həftədə bir dəfə valideyn iclasında qiymətli ziyalılarımız həftədə 3 dəfə, ayın 3 dəfəsində, hər həftənin birində, yəni ayda 3 dəfə ata gəlirdi valideyn iclasına, ayda bir dəfə ana gəlirdi.
Və atanın məsuliyyətin önəmlidir. Atanın məsuliyyəti birinci yerdə durmalıdır. Ata məktəbə getdiyi üçün uşaq bundan çəkinirdi. Uşaq atanın böyüklüyünə inanırdı. Uşaq atanın sahiblənməsində güvənirdi və özünü arxalı hiss edirdi. Və bu məsuliyyət nəticəsində də o hörmət nəticəsində uşaq çox yaxşı inkişaf eləyirdi. Mən sizə bir kitabdan danışacağam. Bu həm yerimiz Naxçıvanlı olubdu. Lətif Hüseynzadənin Xalqın müəllimi adlı bir kitabı var idi. İnanın ki, mən o kitabı bir eşqlə sevirdim. O kitabı oxuduqca mənim həyatım dəyişibdi. Mən öz həyatımı dəyişərək bir müəllim kimi övladlarımın da həyatını dəyişmişəm. Ailəmdə həyat yoldaşıma da, bax o kitabdan sonra mən həyat yoldaşıma da bildirirdim ki, mütləq və mütləq və eləcə də dərs dediyim tələbələrə də, valideynlərə də görüşlər təşkil edəndə də mən onlara da deyirdim ki, mütləq və mütləq atanın roluna diqqət yetirmək lazımdır. Lətif Hüseynzadənin Xalqın müəllimi adlı kitabında Ulu Öndərimiz Heydər Əliyevlə bağlı bir məqama toxunur. Çox ciddi bir məsələdir, inanın mənə, çox maraqlı bir məsələdir. Deyir ki, Ulu Öndərimiz Heydər Əliyevin balacalıq dövründə onun müəllimi olubdur, Lətif Hüseynzadə. Lətif Hüseynzadə yazır ki, Xalqın müəllimi adlı kitabında yazır ki, deyir ki, mən Heydərə dərs dediyim dövrdə onun tez-tez atası gələrdi. Təkcə Heydər Əliyevə dərs deməyibdi. Onun bacısına Dilarə xanıma da dərs deyibdi, onun qardaşına da dərs deyibdi. Deyirdim biz o uşaqları, mən o uşaqlara dərs, onun tez-tez atası gələrdi. Atası da zəhmətkeş bir adam idi. Amma həddindən ziyada zabitəsi olan, disiplinli olan, övladlarına hörmətlə yanaşan, müəlliminə hörmətlə yanaşan, uşaqları üçün daima qayğı ilə yanaşan, qayğısını çəkən bir ata idi. Tez-tez hər həftə, həftənin 2 gününü gəlirdi, övladları ilə maraqlanardı. Baxın, burada böyük bir məqam vardı. Bilirsiniz nə? Bir atanın övladları üzərində diqqəti məsələsinə toxunur. Bu günə nəzər salanda mən məktəblərə getmişəm, inanın. Çünki mən yazıçıyam axı. Mən həyatdan götürüb yazıram. Həyatdan götürüb yazıram ki, oxucu daha yaxşı oxusun. Mən bütün məktəblərdə olmuşam, məktəb direktorları ilə görüşmüşəm. Mən eləcə də bağçalarda olmuşam, məktəbəqədər müəssisələrdə, məktəbəqədər müəssisənin rəhbərləri ilə, müəllimlərlə, tərbiyəçilərlə görüşmüşəm. Deyiblər ki, çox məktəbdə ümumiyyətlə ata bir çox məktəb deyiblər, biz heç onu bilmirik, atası kimdir. Hətta anası kimdir bilmirlər ki, xala gəlir, xala qızı gəlir, dayı, nənə və yaxud da kimsə gəlir. Hətta ana, ata belə ortada olmur və yaxud da ki, atanı demək olar ki, çox vaxt görmürlər məktəblərdə. Halbuki görün qadın nə qədər yüklənir. Məsələn, ana məktəbə qədər müəssisədə də deyirlər ana gəlir, çox redka halda ata gəlir. Baxın, bu gün qadın əməyi var deyə, qadın zəhməti vardır. Qadınlar evdə bişir düşür məsələ edir. Qadınlar işləyir, çalışır, evinə çörək pulu gətirir, zəhmət çəkir. Qadınlar uşaqlarını tərbiyə edir. Qadınlar məktəbdə uşaqların təhsili ilə bağlı gedir. Baxın görün nə qədər. Burada nə olur? Qadın deməyim qadınların əməyi istismar olunur. Deyim ki, biraz qadınları daha çox irəli ötürülür. Yeni gənclik, yeni insanlar. Qadınları daha çox güclü edirik. Ata isə daha biraz kənarda, biraz uzaqda qalır. Halbuki yaxşı bir şəxsiyyət yetişdirməyimiz üçün, bir şəxsiyyət yetişdirməyimiz üçün atanın məsuliyyətinə, atanın diqqətinə həddindən ziyada deyə bilərəm ki, həddindən ziyada ehtiyac vardır. Hörmətli və qiymətli gənclərimiz, bu məsələ ilə də bağlı mən qeyd etmək istəyirəm ki, baxın, indi 19-cu əsrə biz nəzər salanda necə qeyri-adi dahilərimiz olub, yazıçılarımız olubdu. 19-cu, 20-ci əsrə, hələ bu son dövrlər əsrlərinə hələ deyirəm. Necə dahi və gözəl fizik və riyaziyyatçılarımız olubdu. Necə gözəl rəssamlarımız olubdu. Necə qüdrətli bəstəkarlarımız olubdu. Necə qüdrətli alimlərimiz olubdu. Necə qüdrətli sənətkarlarımız olubdu, nəqqaşlarımız olubdu, heykəltaraşlarımız olubdu, necə qüdrətli həkimlərimiz olubdu.
Bunlar tək ananın sayəsində olmayıb. Bunlar həm də atanın sayəsində olubdur. Atanın qüdrəti, atanın maddi cəhətdən deyil, həmin o şəxsiyyətlər var. Onların hamısının atası da kasıb olubdur, anası da kasıb olubdur. Amma həddindən ziyadə məsuliyyət hiss edən bir ata-ananın evində, dürüst və doğru olan ata-ananın evində böyüyübdür o uşaqlar. Əziz gənclərimiz, qiymətli ziyalılarımız. Bax bu gün mən bu vebinarda bu məsələ ilə bağlı ona görə danışıram ki, bir çox məsələyə toxundum bu vebinarda. Bir çox məsələlərə toxundum. Və bu bir çox məsələlər ayrı-ayrılıqda da deyə bilərdi. Ayrı-ayrılıqda da bunları mərhələ şəklində də deyə bilərdi. Lakin bu gün ilk tanışlığımızdır. Bu ilk tanışlığımızda bu məsələləri qoyuruq. Mən istəyirəm ki, bəzi suallar burada ünvanlansın və eləcə də mənim özüm də sizə bəzi suallar istəyirsinizsə sizə suallar da verə bilərəm. Çünki burada həyatla bağlı bu uşaqlar sizlərin uşağın tərbiyəsindəki bu həyatı ilə bağlı mən inanıram ki, burada da bəzi xanımlar var, bəlkə də onların həqiqətən də ürəyincə deyirəm. Bəzi bəylər vardı, həqiqətən bəlkə də onların ürəyincə deyirəm. Lakin həyatdan götürüb bunları deyirəm. Həyatdan götürüb bunları deyirəm. Mütləq diqqətli olmalıyıq, yaxşı övlad yetişdirməliyik, məsuliyyətli övlad yetişdirməliyik, inadlı, inamlı, ədalətli, mərhəmətli övladlar yetişdirməliyik. Lakin birinci özümüz axı nümunəyik. İlk növbədə özümüz o cür olmalıyıq ki, biz çünki öyüdlə, nəsihətlə uşaq tərbiyə alınır. Uşaq yalnız və yalnız gördüyünü götürür. Gördüyümüzü götürür. Adi mətbəx mədəniyyətindəyik. Uşaq nə diyor? Adi ananı yetişdirir. Ən çox da analar buna diqqət yetirməlidir. Məsələn, biz nə yemək pişiriksə, övlad onu götürür, düzdür. Biz olmadığımız dövrdə övlad onu həyata keçirir. Biz qız gəlin evdən yola salırıq. Atan evdəki o zabitəsi, atanın evdəki o mədəniyyəti, atanın evdəki o hörmətini, qızına hörməti, bacısına hörməti, həyat yoldaşına hörmətini oğlumuz da evlənəndə bu adət-ənənəni apara bilir. Yəni deməklə olmur, tərbiyə deyilərək olmur, tərbiyə örnək göstərilərək olur. Və burada bəzi bir məqama da toxunmaq istəyirəm. Ədalətli və mərhəmətli uşaqların yetişdirmək mütləq lazımdır. Çünki və dürüst uşaqların yetişdirilməsində də psixoloji təsir çoxdur. Çünki mistik təkrarlanma vardır. Karma vardır. Astroloji elmində deyilir ki, karması. Müsbət və mənfi karmalar. Psixologiya elmində mistik təkrarlanma deyilir. Və eləcə də dini baxımdan, İslam dinində isə sağ çiynində yaxşını yazan mələklər, sol çiynində yaxşını yazan mələklər haqqında danışır. Və insan kürəni isə bir kitab, açılan bir kitaba bənzədilir. Və burada həm dinimiz deyir ki, yaxşı insan yetişdir, mənəviyyat insan yetişdir, mərhəmətli insan yetişdir, dediqodulu olmasın. Oruçluq dövründə o dövrdə yox, daima dili oruc, qulağı oruc olsun. Ədalətli olsun, mərhəmətli olsun, yardımsevər olsun, rəhimli olsun. Və eləcə kainat da bunu tələbin edir. Dinimizdən əlavə kainat da bunun tələbini edir. Eləcə də psixologiya da bunun tələbini edir. Çünki biz nə yetişdiririksə, biz həyata, cəmiyyətə nə veririksə, biz onu özümüzdə yaşayacağıq. Övladlarımız da onu yaşayacaqdır. Dəyərli və qiymətli ziyalılarımız, mən bir məqama da toxunmaq istəyirəm və sizlərə bəli və bugün sizlərə demək istəyirəm, əgər sualınız vardısa, mənə öz sualınızı verə bilərsiniz. Sizin suallarınızı cavablandırmağa bir pedaqoq kimin, bir ziyalı kimin mən hazıram. Axşamınız xeyir Sevda müəllim. Necəsiniz? Hər vaxtın. Çox sağ olun. Hər vaxtınız xeyir. Mehriban xanım, buyurun. Sevda müəllim, mən həmişə təlimlərdə belə bir xüsusiyyət olur ki, daha çox elmi nəzəriyyə ilə bağlı çıxışlar olur. Mən neçə vaxtdır bu təlimləri izləyirəm. Bununla bağlı yaxşı bir kitab yazmaq istəyirəm. Amma təlimçilərdə daha çox elmi faktlara əsaslanan, elmi terminologiyadan istifadə edərək, müasir
pedaqogika ya da psixologiya elminin əsaslarına söykənərək söhbətlər aparırlar, yəni təlimlər daha doğrusu aparırlar. Amma bu gün gecənin bu saatında ruhun qidasına çevrilən sözlərinizlə bizim hər birimizin deməli gərəyi olduğunuz, hər birimizin Çox qiymətli. düşüncələrini müəyyən məsələlərə yönəltdiniz və bu daha mənə elə gəlir ki, təlim bu cür həyat və elmin vəhdətində daha çox Vəhdətini təsir daşımalıdır, olur, bəli. daha maraqlı Bəli. olur. Və buna görə mən sizə ayrıca minnətdarlığımı bildirirəm. Çox Əslində sağ mənə olun. belə gəlir ki, siz sizi dinləyən gəncliyə böyük bir mesaj ötürdünüz. Yəni ki, bu gün onlar gələcəyin valideynləridirlər. Bizim ailə dəyərlərimiz var. Siz demək istəyirsiniz ki, yalnız özünüzü deyil, ailənizi də gələcəyə aparın. Ailənizi də cəmiyyətə inteqrasiya eləyin. Yəni Bəli, əsas bəli. məsələ odur ki, bu gün cəmiyyətdəki bu boşluqlar, bu gün intihar halları, bu gün deməli qətl hadisələri daha çoxdur. Bəli. Keçən əsrlərə baxanda, yaxud da ki, belə sürətlə əsas da bu ailələrin içində bu baş verir, valideynlər arasında, ata, ana, övlad və bu çox böyük bir faciədir bizim millət üçün. Və siz çox maraqlı söhbət elədiniz ki, ata rolunu gözəl oynasa, ana rolunu, daha doğrusu o Bəli. missiyanı daha yaxşı yerinə yetirsə, bu gün bu məsələlərin qarşısı alınır. Və mən Çünki sizə bir daha nümunədirlər də. Onlar heç çünki bir nümunəvidir də. sualım Bir də yoxdur. hörmətlə yanaşma məsələsinə toxundum ki, təbii ki, övladlarına hörmətlə, onların fikirlərinə, onların düşüncələrinə hörmətlə yanaşılması, övladlarını başqalarının yanında təhqir və təzyiq göstərməməsi, onlarla ayrıca bir zaman ayıraraq, bir stol süfrə arxasında oturaraq, onların qəbahətini, süfrə arxasında oturaraq qəbahətini çox yumuşaq, çox necə deyim, həlim bir şəkildə çatdıra bilər. Birinci ki, ilk növbədə uşağın keyfiyyətli cəhətlərini tapmaq lazım. Çünki mən uşaq pedaqoquyam, həm də uşaq yazıçısıyam. İlk növbədə o uşaqların deyə bilərəm ki, birinci yaxşı xüsusiyyətlərinə toxunur. Ondan sonra onun etdiyi səhvləri deyəndə o uşaq mütləq tərbiyələnəcəkdir. Mütləq buradan dərs götürəcəkdir Mehriban xanım. Buyurun, buyurun. Bir də burada yazırdılar, sizin kitablarınızı soruşurlar. Sevda müəllimənin Bəli. pedaqogikaya dair çox gözəl kitabları var. Sevda müəllimə gələn seminarlarında onların adını deyər və orada oxuyub öyrənmək istəyirlər. Bir də soruşublar ki, hansı şəhərlərdə Sevda müəllim Naxçıvan Muxtar Respublikasının ərazisinin orta məktəbləri nəzərdə tutmuşdu. Suallara Bəli, baxdım ona görə. Naxçıvanda. Bəli. Bir daha Bəli, bəli. diqqətiniz üçün təşəkkür edirəm. Digərləri sual versin. Sağ olun. Bəli. Mən Naxçıvanda bir çox məktəblərdə, yəni gedirlər, valideynlər gedir. Yəni mən təksib edə bilmirəm, amma atalar biraz passiv, biraz yox demək olar ki, atalar çox sağ olun Mehriban xanım, Mehriban Əsədullah Soy doğrudan da çox dəyərli deyə bilərəm ki, dilçi filoloqdur, çox qiymətli doktorlardan biridir. Çox sağ olun Mehriban xanım. Bu gün hörmətli və dəyərli qiymətli ziyalılarımız, mən sizə qeyd edim ki, Naxçıvanda mən araşdırmalar aparmışdım. Bu 10 il ərzində apardığım araşdırmalar idi ki, ataları hansı necə deyim axı aktivliyi ilə və eləcə də anaların aktivliyi ilə bağlı apardım. Mən baxdım ki, və eləcə də məktəblərdə bunu gedərək, görüşərək, mən hətta bizləri o dövrdə biz bu son dövrlərə qədər məktəblərdə təcrübə rəhbərləri kimi də iştirak etmişik. Bir pedaqoq kimi, çünki müəllim yetişdirir axı. Bu müəllimlər də məktəblərə təcrübəyə gedirlər və mən orada o təcrübə rəhbəri, bir pedaqoq olduğum dövrlərdə uşaqlar üzərində də aparırdım. O uşaqlardan da soruşurdum ki, siz burada məktəbdə oxuyanda valideyn iclası sizlərlə kim maraqlı deyirlər? Anam maraqlanır və ya da nənəm maraqlanır, xalam maraqlanır. Çox az bir miqdarda atanın maraqlanması haqqında uşaqlar mənə deyirdi və mən bunların bir çoxlarını o daşın üstünə qoyaraq, bunların hər birini yığaraq mən baxdım ki, bu son dövrlərdə, son zamanlarda atalarımız, qiymətli bəylərimiz, çox dəyərli övladlarımız, oğullarımız biraz soyuq davranırlar da. Yəni övladları ilə bağlı xanımlarından daha çox onlar maraqlanmalıdır. Güclü görsənməlidirlər. O atalıq gücünü, atalıq qüdrətini ortaya qoymalıdırlar. Məsuliyyəti ortaya qoymalıdırlar. Buyurun, yenə mən sizdən bəzi məqamda yenə kimin sualı vardısa mən gözləyirəm. Salam, axşamınız xeyir xanım. Nuridə Hər xanım orada deyil. vaxtınız xeyir. Buyurun. Sevda müəllimdir, Əvvəl adı orada orada yazılıb. Sevda müəllim. Sevda müəllimə. Sevda müəlliməyə. Buyurun. Əvvəl hamınızı salamlayıram, axşamınız xeyir. Təlimə Hər görə də vaxtınız sizə xeyir. minnətdarlıq bildirirəm. Çox əla təlimdir.
Çox sağ Mənim ol. sualım var ki, deyirsiniz, ailə həyatda yəni cütlüklər bir-birini qınaq edirlər. Keçmişdə yoxdur, müasir dövrümüzdə var. Ən çox da məsələn evliliyi belə götürəndə indi hamımız xanımlar da, bəylər də ali təhsilli olur da. Universitet həyatında istərsəniz hər bir oğlan, bir qız bir-biri ilə sevgili olur da. Evlilər, bəli, sevgi evlilikləri olur. Məsələn, oğlan qızı istəyir, prosta sadəcə orada bir dənə əmma var ki, məsələn, oğlanın biraz keçmişi qaranlıq olur, nə bilim belə deyək də. Nəsə keçmişi qaranlıq olur, qısa belə deyim. Amma qız onu istəsə belə keçmişinə görə qınaq edib onu şey deyir də, qınağa salır. Belə bir Aha. şey deyə bilərəm ki, sualımın mahiyyəti ondan ibarətdir ki, niyə qınağa salır və bu əmmanı necə aradan qaldırmaq olar? Bax, biraz bundan qabaq mən sizə dedim axı, psixoloqlarla münasibətlər qururlar bizim vətəndaşlarım, pedaqoqlarla münasibət qurmurlar. Türkiyə dövlətinə biz nəzər salanda, Türkiyədən yazsaz pedaqoqlarla bağlı, ailədə pedaqoqlar, gənclərlə pedaqoqlarla bağlı yazsanız bir xeylək pedaqoqların görəsiniz ki, xüsusi şəxsi ailə pedaqoqları var. Xüsusi şəxsi eləcə də məktəbdə o uşaqlarla əlaqə, eləcə də gəncliklə münasibətləri quran pedaqoqlar vardı. Təlim, tərbiyədir yəni. Bilirsiniz, qaranlıq keçmişi olma deyəndə pedaqogika elmində özünü təhsilləndirmə vardı, özünü tərbiyələndirmə vardı. İnsan hər yaş dövründə, hər anında özünü tərbiyələndirir. Baxın, birini keçmişində bir qaranlıq vardısa, o onun gəncliyinə düşübdür, yeniyetmə yaş dövrünə düşübdür, gənclik, cavanlıq dövrünə, mühitinin düzgün seçilməməsi məqamına düşübdür. Ola bilər o çox yaxşı uşaq, amma o yaxşı mühiti olmadığı üçün, yaxşı dostu olmadığı üçün bəzi xoşa gəlməz hadisə və situasiyaların mərkəzində olubdu. Sonradan bu adam qayıdıbdı da. Sonradan bu adam qayıdıbdı. Mühitini də düzəldibdi, sevməyə başlayıbdı. İstəyibdi ki, ailə həyatı qursun, onun yaxşı bir həyat yoldaşı olsun, onlar gələcək qursun, cəmiyyət qursun. Bax, bu məqamda xanımla mənə elə gəlir ki, həmənki o xanımla yaxşı bir pedaqoqun, psixoloqun görüşməsi lazım. Deməli, mühakimə edə bilmərik. Hər birimizin, axı mən ilk danışıqda dedim ki, biz insan fitrəti qəbahətlər ola bilər. Qüsursuzluq Tanrıya məxsusdur. Təbii ki, biz özümüzə görə qüsurlar daşıyacağıq. Heç kim özünü ilahiləşdirə bilməz. Və keçmişində hər hansı bir qəbahətli bir şeylər yaşayıbsa, bunu mühakimə edə bilməriyik. Bu talehin bir oyunudur. Bu talehin bir oyunudur. Bu qismətin bir oyunudur. Və o adam əgər qayıdıbdırsa, düzənli bir işi vardısa, və düzənli bir həyata baxışı vardısa, onun məsələn mən deyirəm geyiminə diqqət yetirsin. Həmən xanımla məsələn deyirəm həmən bəyin onunla əgər mənimlə söhbət eləsə, mən şəxsən o xanıma deyirəm ki, o geyim insanın xarakterinin əsasını göstərir. Rəftar xarakterini göstərir. Məsələn, mənim özümü bir oğlanla qız sevgi evliliyi hətta olmuşdu. Bunlar sonra boşanırdılar. Bunları yenidən barışmaları üçün məni dəvət elədilər. Mən bu ikisi ilə görüşdüm. Bu iki oğlanla qızla görüşəndə mən baxdım ki, oğlan çox danışığında çox böyük səhvlər buraxır, nə layiq, nə layiq danışır. Və mən belə qərara gəldim ki, bu ailənin sonu yoxdur da, yəni bunlar ayrılmalıdırlar. Bir pedaqoqdun Bir, asıl. Və onun geyimində də baxdım ki, tamamilə normal olmayan bir şeylər var idi. bir sual Geyim o verə demək bilərəm. deyil, zəngin geyinə, bahalı geyinə yox. Bildiniz nə tərin? Bax, ona Başa görə də bəzi məqam var, yenə deyirəm. Biz pedaqogika elmində də bu vardı, elə cəmi həyatımızda da bu vardı. Özünü təhsilləndirmə vardı, özünü tərbiyələndirmə vardı. Əgər o bəy özünü tərbiyələndiribdirsə, o bəy həyata artıq o pərdələri yırtaraq, o qaranlıq pərdələri yırtaraq, mən işıqlı sabaha doğru gedəcəyəm. Mənim çox düzgün bir ailəm, həyatım olacaqdır. Mənim çox gözəl övladlarım olacaqdır. Mən onlara sahib çıxacağam. Əgər bu məqsəddən addım atıb irəli gedirsə, mən şəxsən deyərəm ki, o xanıma deyərəm ki, sən bu oğlanla möhkəm yapış. Çünki həyatın, taleyin bərk silləsini yeyibdir və o ora qayıtmaq istəmir. Yeni bir həyata qayıtmaq istəyir. Buyurun. Çox sağ olun xanım, Sağ olun. minnətdaram. Sağ olun. Nurzə xanım, sual verə bilərəm. Belə deyim, mən Mən Sevda qızım Bəli. Eltac xanım, Niyazov Eltac yazılıb, Asiya xanım.
Adınız Asya, Asya. Sözünü xanımdır Asiya sanır. xanım. Hə, Dəyərli, Asiya. qiymətli Asiya xanım. Bəli. Mənim elə bir ki, kompüterimdə problemlər yarandığı üçün Aha. Nuridə xanımın e-maili ilə, onun Zoom-u ilə mən qoşula bildim. Mən Sevda Ha, Kərimova. çok Naxçıvan üzür Dövlət istəyirəm Sevda Universitetinin, xanım. bəli, Naxçıvan Dövlət Universitetində dərs Ah, deyirəm. Buyurun. çok Asiya gözəl, xanım. şad oldum. Buyurun, buyurun. Sevda xanım, belə deyim, çox gözəl ailə mövzularına toxunursunuz. Mən subay olsam da, lakin qardaşım yeni ailə qurubdu və mən onların münasibətləri çox belə keçmə-keçdi olur. Danışırlar, küslü getmək olur, nə bilim barışmalar olur və mən təbii ki, mənə də təsir eləyir bunlar. Və bir çox ailələrdə olmuşam da, yəni ikinci dərəcəli qohumların ailələrini görmüşəm və artıq evliliyə qarşı, yəni belə deyim, soymuşam. Soyuma. Aman Allahım. Çünki belə deyim, çox söz-söhbətləri olur. Yəni Siz mənfi insanlar tərəfləri normal qoyun da, müsbət tərəflərini götürün. Mənfi tərəf, siz nətərdir? Biraz siz məsələn deyin ki, mən belə olmayacağam. Məsələn, mən bu qardaşımın yoldaşı kimin bu ailədəki bax belə bir münaqişəyə heç vaxt getmərəm. Siz bu aspektdən yanaşın da bura. hı, Asiya xanım. yəni nə bilim, belə deyim, uşaq vaxtı da yəni belə çox ideal bir ailəm olmayıb. Olmuyor. Yəni şiddət görülüb, yəni gözümün qabağında anama qarşı. Yəni bu keçmiş dövrdə bəzi gözəl şeylər də var idi. Amma bəzi şeylər yaxşı ki bitibdi. Yəni bir tərəfdən bu cür düşünürəm. Bir də bir mövzuya toxundunuz ki, bəzən iki insan, yəni evli insan aralarında söz-söhbət olduğunda artıq buna böyüklər də qarışır və sanki bu böyüklərin söz-söhbəti imiş kimi davranırlar. Bəli, Bu yanlış bir şeydir. bəli, Təbii ki, bu bəli. çox düzdür. Belə deyim, mənim psixoloqluq kimi bir 3 aylıq kurs müddətim olub, onlayn kurs keçmişəm və bu barələrdə az da olsa məlumatım var. Və belə deyim də, mən həm atam, həm qardaşım biraz narsistlik tipajı var onlarda. Çox. Və mən həqiqətən də bunda çox çətinlik çəkirəm. Yəni bunları törpüləmək istəyirəm, düzənləmək istəyirəm. Lakin təəssüf ki, məndə alınmır. Yəni Narsistlik. bu insanın xarakteri də artıq bu. Yəni bu insanların dəyişmək, Bəli, yəni bəli. psixoloqların Narsistlik əlində dəyişmir, o deyil. xarakterdir. Bəli, bəli. Bəli. Bəlkə də narsist olduğu üçün ailədə ana təzyiq altında qalıb. Psixoloji Bəli. müharibənin içərisində böyümüsən demək olar ki. Bəli, 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 bəli. Psixoloji müharibənin içərisində böyümüsən. Bu şuur altında həqiqətən də bir qorxu, sənin üçün bir təhlükə yaranıbdır. Bu qorxu, bəli, Özgüvənsizlik. bəli, bu qorxu, təhlükə hələ bitməmiş. Qardaşın ailə həyatı quraraq artıq bunu qardaşında da görərək sən Bəli, bu bəli, həyata eyni addım atmaqdan şeyləri, çox eyni şeyləri, çəkinirsən. yəni Bu çox qardaşımda da gördükdə və təhlükəli bir şeydir. ən azından Amma həyata belə qardaşımın yoldaşının baxmamalısan. tərəfini saxlayanda, yəni orada da mən pis oluram. Yəni səhvlərini, yəni üzə deyirəm Aha. qardaşımın və o həmin anda da mən pis oluram. Yəni bunu məqsədim bu pisliyi eləmək deyil. Yəni nələrisə dəyişib yaxşılığa doğru gedişatı yönləndirməkdir. Bəzi məqamda həqiqətləri deyə bilmirik də. Susmağı daha çox Təəssüf. məsləhət bilirəm. Bildiniz nətəri? Çünki sizə bir şey deyəcəm də. Bir məsələyə toxunacağam. Hər insan sizin şuurunuz qədər öz şuur daşımır. Məntiqiniz və düşüncəniz qədər onu daşımır. Mən bir gün internetdə bir şəkil gördüm. Orada yazırdılar ki, burada bu aslandır, pişikdir bu şəklin içərisində və siçandır. Bunlardan hansını görürsən? Mən özümü deyirəm. Mən pişik ilə aslanı görürdüm, siçanı görə bilmirəm və həyat yoldaşıma apardım bu şəkli göstərdim. Həyat yoldaşıma dedim ki, sən burada 3 dənə heyvan vardı. Bu üç heyvandan hansını görürsən? Dedi ki, mən aslanın başını görürəm.
Nə qədər pişiyi göstərdim, o pişiyi görə bilmirdi. Məni başa Hmm. düşürsünüz? Bəzi Bəli, bəli. məqam, mənim özüm də görmədiyim bir şeylər vardı da, başa düşürsünüz? Kimsə hər hansı bir şeydə mənə məsləhət verə bilər. Əgər mən görə bilmirəmsə, mənim beynim, beyin siqnalım, şuur altım onu qəbul etmirsə, o ağıllı ola bilər. Düşüncə Məsələn, tərzi amma eyni deyilsə bir mümkün nəfər, hə, deyil. mümkün deyil da. Çünki o hər şeyi görür, mən amma orta görürəm. Bəli. Hər şeyi görən adam da əziyyət çəkəcəkdir təbii ki. Çox əziyyət çəkəcəkdir. Amma özünü də gərək o ana, o düşüncənin zəif və az olduğu yerə qoşmaya da. Bilirsiniz nətərdir? Sanki sənin əlində 2 vedrə, sənin beynin 2 vedrədir, qarşındakı isə 1 vedrədir. Sən bir vedrəni tökürsən, ora doldurursan. İkinci vedrəni tökəndə hara gedəcəkdir? Təbii ki, yerə Boşa töküləcəkdir də, gedəcək. boşa Boşa gedəcəkdir. gedəcək. Ay Bəli. sağ ol. Ona görə də sən o gözəl, dəyərli, qiymətli sözlərini, düşüncəni, Təşəkkür edirəm. ona qiymət verməyən, onu anlamayan və səndən həqiqətən də çox sağ ol ki, bax bu məqamı sən aydın düşüncə ilə, Mən məntiqi ilə, təşəkkür edirəm. təfəkkürünlə görürsən, deyə bilmirsə, mən elə gəlir ki, o ana o münaqişə mi deyim, ünsiyyətlərə Bəli. qoşulmasan daha yaxşı. Çünki heyifsən, özün heyifsən. Özün Düzdür. heyifsən. Ha. Bir de Ona görə mən də də səhərdən bəri bu webinarın iştirakçısıyam. Sadəcə pasiv iştirakçısı pasiv olmaq stres. istəmirəm. Ha. Bir də Asiya xanım, sizə bir şey deyim. Bu arada hamınızı salamlayıram. Aleyküm salam. Bizə bir Necdə şey xanım deyim. da fizikə elmlər namizədidir, dosentdir. Çox Mən güclü də bir Naxçıvan fizikdə Dövlət Naxçıvan Dövlət Şad Universitetinin oldum. Universitetində. Çox Bəli, şad oldum. Hər birinizi bəli. Sizə bir söz tanıdığıma. deyim. Ruslan bir məsəl var. Deyir ki, sadəcə öz səhvləri üstündə həyatı axmaqlar öyrənir. Sizin Elədir. bu yaşadığınız dezavantajları avantaja çevirmək üçün çox gözəl önünüzdə örnək var. Başqalarının üstündə öyrənsin. Deyirsiniz, siz evlilikdən soyumuşam. Sizdə Hə. çox gözəl nümunələr vardır. Nəyi eləməməlisiniz? Bax, görün necə Düzdür. gözəl. Bilirsən, Nəyi öz eləməməlisiniz? üzərində çox gözəl Çox bir gözəl misal. Hə. təcrübəniz Bəli. olubdur Öz sizin. Demək ki, üzərində ən səhvlik azından edərək öz təkrar ailəmizdə bu səhvləri eləməyəcəksiniz. Daha gözəl ailəmiz Çox olacaq. gözəl ailə Çox qurasınız. Çünki təşəkkür çox edirəm. gözəl nurlu üzün var. Sizə bir şey deyim. Sənin alın yapına baxıram, bir psixoloq kimi, bir pedaqoq psixoloq kimi alın yapına baxıram, üz quruluşuna baxıram. Çox ədalətli və mərhəmətli bir xanım oxşayırsan. Dərin Təşəkkür göz edirəm. qapaqların var, göz nahiyən var. Çox gözəl ailə başçısı olasan, güclü xanım olasan, sən çox mərhəmətli bir ana olasan. Ona görə də mütləq və mütləq sən evlənib ailə həyatı qurmalısan. Çünki kainatımızın və cəmiyyətimizin sənin kimi yaxşı bir anaya inan ki ehtiyacı vardı. Minnətdaram, minnətdaram. Sualı vardı, yeni mənə sual verə bilər. Mənim sualım var. Buyurun, Salam, buyurun. axşamınız xeyir olsun. Aida Vəliyeva, eləmi? Xeyr, Nuranə. Yox. Nuraynə xanım, buyurun Nuraynə xanım, buyurun. Bəli. Çox sağ olun bugünkü təlimə görə. Təşəkkür edirəm sizi. Çox sağ Nə yaxşı olun. ki, sizi tanıdım. Ailəliyəm, 2 evladım var, oğlum var. Bir Allah 11, saxlasın. 9 yaşında. Çox sağ olun. Aa, nə yaxşı. 7 ildir autizmlə mübarizə aparıram. Aha, İkinci evladımla bağlı. Bəli, aha, 7 ildir ki, psixoloqlar, pedaqoqlar, loqopedlərlə işləyirəm və bu aha. illər ərzində anladığım bir şey var ki, uşaqlarımızı, evladlarımızı nəyə məruz qoyuruqsa, hansı davranışdan tutmuş hər bir şeyə, uşaqlarımız da onu götürürlər. Xüsusilə də iradəsi zəif olan uşaqlarımız. Bəli, bəli, Və bəli. eyni zamanda biz ətraf mühitin təsirindən bacardıqca lazımsız təsirlərdən qorunmalıyıq ki, Bəli, həmin təsirə düşüb mühitin təsirində lazımsız düşüncələr alınmasın beyinlərində. Və sizdən bir şey öyrənmək istəyirəm ki, mənim oğlum baxmayaraq ki, autizm diaqnozludur. Sadəcə olaraq bizi normal məktəbə veriblər. Onun düşüncəsi, danışıq tərzi digər autizmlərdən çox fərqlənir. Yəni bizim yüngül az bir formasındadır da, asosial da Bəli. demək olar ki. Yüngül Və həm də formasındadır. yüngül formaya gətirmişəm bu 7 il Ha, ərzində bəli, bəli. Ana çalışmışam ən böyük üzərində. həkimdir, ən qüdrətli həkim anadır. Mhm. Bu mən Bəli, sizi bəli. ayaqda alqışlayıram. Buyurun. Çox sağ olun. Siz təsəvvür eləyin ki, həftədə 2 dəfə psixoloqa getmək imkanım olurdusa, mən həftənin 7 günü 36 saat onunla məşğul olurdum. Həm loqoped idim, həm psixoloq idim, həm idman idim, həm masaj, hər bir şey, bütün davranış qayda. Sadəcə olaraq öhdəsindən gəlmədiyim bircə problem var. O uşaq dərs sevmir.
Aha, sənətkar olur. Onlardan çox qüdrətli sənətkarlar Çox olur. gözəl Amma onun yaddaşı qidasına var necə onun. diqqət yetirirsinizmi? Məsələn, Bəli, biz bəzi lokopediklər bəzi şeylərə toxunurlar. Mən sizə burada onu aha, qida məsələsinə toxunmaq istəyirəm. aha. Məsələn, məhsul baxdığımız tərəvəzlər vardı. Məhsul baxdığımız meyvələr vardı. Məsələn, bananı həftədə bir dəfə ona verin. Tez-tez banan Biz verməyin. xüsusi qidalanmadayıq onsuz da, xüsusi Hə. pəhrizlə qidalanırıq. Məsələn, Bizim pomidordur, həyatımızda bibardır, bəzi Bizim şeylər vardı ki, onlara həyatımızda bəli. glutensiz və Bəli, laktozsuz, bəli. eyni Bəli, zamanda bəli, bəli. şəkərsiz Bəli. qidalanmadayıq. Bəli, Bəli. izləmə aparırıq. Hər həftə biz həkimimizə məlumat veririk. Yəni bunlar artıq hansı qidalar düşür, onun rasionundan uzaqlaşdırmışıq. Onun Çox sayəsində gözəl. davranışlarımız çox irəli gedib. Sadəcə olaraq bir davranışımız, bu da kitab görəndə, onun da səbəbi yenə də mənim özümdədir. Çünki vaxtı ilə uşağa məcburiyyəti çox etmişəm. 2 yaş yarımından, bəli, bu artıq uşaqda travma kimi Kitaba düşünürəm. bəli, Aramı. cəza metodu kimi baxır. Məcbur etdiyin zaman Məcbur. onun gözündə cəzalandırma kimi baxır kitaba. O əyləncə kimi baxmır ki o kitaba. Amma sizə bir şey deyim, autizmli, yüngül autizmi olan uşaqların həddindən ziyadə gözəl istedadlı onlar rəssam olurlar, nəqqaş olurlar. Onlar həddindən ziyadə gözəl sənətkar olurlar da. Hətta bəstəkar olurlar. Onlar çox gözəl pianist olurlar. Bilmirəm o uşağı hara yönləndirirsiniz. Mən bilirsiz nəyə görə bir də qidasına toxundum. Çünki mənim oğlum qida Aha. mütəxəssisi olduğu üçün Almaniyada və eləcə də Amerikada idmançıdır, təhsil almışdı və eləcə də qida mütəxəssisidir. Ona görə o autizmli uşaqlarla bağlı o aparırdı. Bəzi məqamlara baxırdı. Çünki onun yanına idmana gətirilən uşaqlar var idi ki, idmançı olmağını istəyirdi. O isə mənlə məsləhət alaraq mən isə onlara baxanda deyirdim ki, autizmli uşaqlardan, hiperaktiv uşaqlardan çox gözəl idmançı olur. Bəli, Hiperaktivlərdən bəli. çox gözəl. Çünki dünya biriciləri idmançılara baxanda onlar hamısı hiperaktivdir. Amma autizm uşaqlar çox gözəl alim olur. Onlardan çox gözəl alim olur. Bəzi məqamda İnanın ki, irəli olub da indi. normal uşaqdan, o biri normal evladımdan qat-qat güclü yaddaşı var, qat-qat düşüncə tərzi belə, hətta diqqəti də artıqdır. Çox Və gözəl. çox yaxşı şeylər, xüsusiyyətləri var da. Yəni ətrafımda olan uşaqlarla müqayisə edəndə baxıram ki, artıq şeyləri daha çoxdur. Sadəcə olaraq bir məqamı tutmuşam ki, özüm Kitabı kitabı istəmir. əlimə al. Bəs nəyə Kitabı meyl əlim, edir? Nəyə meyl kitabı edir? əlimə alıb oxuyanda o Aha. başladı oxumağa. Amma az-az. Başa düşdünüzmü necə? Bildim, başa düşdüm. Mən kitabı Onda əlimə ona alanda nağıllar oxuyun, hekayələr, nağıllardan başlayın onda. Və nağıl qəhrəmanına oxuyuram. çevirməlisiniz Hər o. gecə Nağıllar bilirsiniz nətəri? Məsələn, biri var nağıl oxuyasınız, hər hansı bir nağıl, kiminsə nağılını bildiniz nətəri? Amma onun nağıl həyatı yazan üzərindən. sən olmalısan. Aha, Onu nağılın qəhrəmanına çevirməlisən. Nəyi anladım. görmək istəyirsən? O uşaqda nəyi Hı. axtarırsan? Bildiniz nətər? Bax o Aha, başa hekayəni, düşdüm. çünki sən mən görürəm, çox güclü bir qadına oxşuyursan, çox güclü bir anaya bənzəyirsən. Həqiqətən də danışığında da hiss eləyirəm, çox qayğıkeş bir xanıma bənzəyirsən, fədakar bir anaya bənzəyirsən. Çünki mən səriştəli pedaqoq, psixoloqam, uzun illərimi vermişəm, heç də uşaq deyiləm də. Yəni biz tələbələrin Çox sağ siması olun. ilə, danışığı ilə, nitqi ilə işləyirik. Çünki onların simasına baxanda onlar hansı xarakter və xüsusiyyətdə olduğunu bilirik. İnanın mənə çox gözəl nurlu bir üz yapınımız vardı və Sağ olun. güclü də ana deyə bilərəm ki, üzünüzə baxanda yaxşı bir ananın obrazı sizdə vardı. Mən gözəl bir ana, öz anama Təşəkkür sanki edirəm. baxıram. Öz Çox anama sağ belə olun. sanki baxıram. O Çox güclü, sağ o olun. gözəl, o mərhəmətli, sevgi dolu anaya baxıram. Ona görə də Çox sağ olun. əziz və dəyərli, qiymətli qızım, siz onu nağılları danışaraq, nağıllara keçid edərək həmin danışdığın nağılların qəhrəmanına çevirin. Baxıb Bir də bir görəsiniz ki, qeyri-adi bir uşaq ortaya çıxır. Anladım sizə. Bir də bir şey müşahidə etdim ki, Bəli. məcburiyyəti sevmir. Tək kitabda deyil. Bu uşaq deyir ki, bunun xarakteri artıq belədir. Yox, Məni məcbur autizmli eləmə. uşaqlar Mən özgür. əlimdən Biz gəlməliyəm. onları bu dünyanın adamına oxşatmırlar ki, onları başqa planetdən gələn canlılara bənzədir. Siz bilirsiniz, autizmli uşaqlar başqa planetlərdən gəlibdir. Onların 6-cı hissləri həddindən ziyadə güclüdür. Necə də şirindir, necə də yaraşıqlıdır, nə gözəl baxır o. Baxın, onlar başqa bir dünyadan gələn qeyri-adi insanlardılar.
Bildiniz? Hı Ona hı. görə onlar heç vaxt tabe olmurlar. Onlar bir lider kimidirlər. Onlar özlərini uşaqlıqdan lider elan edirlər. Ona görə bu cür olur. Amma o İdarə nəyə olmaq istəmirlər. meyillidir? Bilirsiniz nətərdir? Nəyə meyillidir? Yetişkin yaşdadır. Məsələn, onu görürəm artıq öz fikrini, 9. düşüncəsini 9 yaşı var. Artıq o yəni öz fikrini şuurlu şəkildə deyə bilir. Nəyi sevir, Bəli, sevgisi bəli. deyə bilir da. Nəyə meyillidir? Nəyi sevir o uşaq? Yeməyi. Yemək bişirməyi sevir. Əla, çox gözəl. Necə gözəl sənətkar poverlər vardı. Necə gözəl sənətkar poverlər. Bir gün mən bura bir qonaq Naxçıvan o vaxt bu Zəngəzurla bağlı çox gözəl Naxçıvan Dövlət Universitetinin tədbiri oldu. Batabatda da çox gözəl bir tədbir olmuşdu. Bu tədbiri də həqiqətən də Naxçıvan Dövlət Universitetinin rektoru çox hörmətli Elbrus müəllim İsayev təşkil eləmişdi. Çox gözəl, möhtəşəm bir tədbir idi. Bu tədbirə həmən o yemək bişirən mütəxəssislər də dəvət olunmuşdu və o mütəxəssislərin əl işləri qoyulmuşdu. Siz təsəvvür eləyin ki, bəzi orada təhamlar, yeməklər var idi. Milli yeməklərimiz vardı ki, qonaqlara sunulurdu. Tərəvəzlər elə bir şəkildə doğranmışdı, yeməklər elə bir şəkildə bişirilmişdi ki, mən xanımlığı ilə, yəni mən 50 yaşını keçən bir ana, bir qadın olaraq baxırdım, orada yenidən öyrənirdim. Gənc, cavan bir kadrlar idi. Gənc, cavan bir pover. Yəni pover deyib ki, o sənətkardır artıq. O sənətkardır. Və mən inanın ki, mən məsələn baxırdım, deyirdim, ilahi bunu necə doğrayıblar, bunu necə bişiriblər. Siz elə belə baxmayın. Siz onu elə bax bu yöndə də mətbəx mədəniyyəti bir millətin, bir xalqın dünya görüşünü onun mətbəxində tapırlar, mətbəx mədəniyyətində. Fikir verirsiniz, bizdə məsələn ən çox biz xaricə gedəndə nəyi ortaya qoyuruq? Mədəniyyətimizi və eləcə də mətbəx mədəniyyətimizi, düzdür? İncəsənət baxımından musiqi, rəsm əsərləri və yeməkləri. Amma ilk növbədə yeməyi qoyuruq ortaya. İlk növbədə mətbəx mədəniyyətimizi ortaya qoyuruq. Xaricdə bunu təmsil edərək biz və özümüz də sübut eləyirik ki, bax bizim mədəniyyətimiz budur. Mənim mədəniyyətim mənim yeməyimdədir. Ona görə də əgər yeməyi sevir, bişirməyi sevir, yaradıcı, orada qeyri-adi bir yaradıcılıq olacaq. İnanın o savadsız həkimdən, savadsız müəllimdən, savadsız alimdən, savadsız hüquqşünasdan, savadsız iqtisadçıdan, nə bilim, savadsız nazirdən daha yaxşı yaşayacaqdı. Əmin ola Çox sağ olun, var olun. bilərsiniz. Sağ olun, çox sağ olun. Riyaziyyatı da çox yüksəkdir. Götürümü çox Ay yaxşıdır. maşallah, maşallah. Yəni bir çox sahələri var. Çox sağ olun. Təşəkkür edirəm. Çox Buyurun, gözəl buyurun, çox sağ olun. mübahisə Buyurun, verdiniz, buyurun. dəstək oldunuz. Borcumdur. Sağ olun, çox sağ Sağ olun. olun. Kimin Sağ olun. sualı vardı yeni? Sual vereyim. Nuraynə xanım. Hər vaxtınız xeyir. Nuraynə xanım mı? Yok Zahra. Adı hardadır? Zəhra xanım sual verir. Zəhra Zəhra xanım, xanım, biraz Zəhra xanım, bəkdən hə. verin, səsiz yaxşı eşidilsin. Buyurun Zəhra xanım. Buyurun. Çok sağ olun. Təliminiz də çox yaxşı təlimdir. Təşəkkür görə də. Çox Bir sağ sual olun. vermişdim. Valideynlər niyə öz uşaqları arasında fərq qoyurlar? Ortancıl uşaqsız yəqin ki. Yo, böyük uşağım. Böyük uşaqsan ola bilməz axı böyük uşaqlarla dost olur valideynlər. Daha çox onlarla dost olur, Dost həmrəy olmamın olur. dost olurlar. Prosta ki, ən Hə. çox qayğını evdə kiçik uşağı göstərirlər. Onlar neçə yaş vardı? Neçə 3 yaş yaş. fərqiniz vardı? 3 3 yaş. yaş. Bilirsiniz, bəli, valideynlərdə bu olur. Mən sizə deyim ki, mən bir əsərim Ya vardı. bunun səbəbləri nədir yəni? Bunun səbəbləri ədalətsiz valideyn. Ədalətsiz valideyn, amma mənə elə gəlir ki, valideyn sevgi doludur. O ola bilər sənə elə gəlir. Ona məsələn kiçik balacalıqdan olur. Biraz 3 yaş balacadır. Məsələn, sənin 6 yaşın oldu, onun 3 yaş olub. Sənin 4 yaşın oldu, o təzə nə bilim anadan olub, 1 yaş olubdu. Ona görə daima şuur altında, onların gözündə o balaca qalıbdı. Və bilirsiniz hansı uşağa valideyn qayğı göstərir? Bəzən böyük uşaqlar ona diqqətə almırlar. Amma mən əminliklə sizə demək istəyirəm Zəhra xanım, zəif iradəsi olan uşağın üzərində ata-ana daha çox durur. Bəlkə sən ona diqqət yetirmirsən, bilmirsən. Bəlkə atan, anan amma bilir ki, sən həddindən ziyadə sən hətta güclüsən. Oldu. Bildin nətəri? Sən çox güclüsən. Möhkəm iradən vardı, amma onda zəif iradə vardı, gücsüzdür.
Ona görə də onu gözdən nəzarətdən qoymurlar. Və o gözdən nəzarətdən qoyulmadığı zaman bir uşaq tərəfindən, yəni böyük bir uşaq tərəfindən mən gördüyüm aspektdən sən baxa bilmərsən axı. Sən öz uşaq kimi baxırsan, o aspektdən baxanda deyirsən ki, ona sevgi ilə yanaşırlar, qayğı ilə yanaşırlar, mənə daha soyuq yanaşırlar. Halbuki onlar sənə inanırlar, sənin iradənə inanırlar, sənin qüdrətinə inanırlar, sənin məsuliyyətinə inanırlar, sənin əsla və əsla yanlış bir yerə addım atmamağı və inanırlar. Amma onda o şey inam olmur. Valideynlərin şuur altında, daxilində o inam olmadığı üçün daha çox sahiblənirlər ki, birdən əldən ötürərlər, başqa bir məqam gələr. Sənin gözündə də kiçiyi daha çox sevirlər, böyüyü yox. Amma halbuki mən gördüm ilk növbədə sizə dedim ki, sən evin ortancılımısan. Çünki ortada biraz ortancıl uşaqlarda bu məqam biraz çətin bir şeylər yaşayır. Amma böyük uşaqlarla valideyn həmişə dərdləşir. Həmişə onlarla məsləhətləşir. Onların fikir və arzularına diqqətə yetirirlər. Sadəcə olaraq onlara böyük kimi baxırlar, uşaq kimi baxa bilmirlər. Çünki valideynlər Elədir. elə bir yaşda evlənir ki, sizlə, səninlə bir yerdə o böyüyür də. Sən öz yaşıdı kimin görür demək olar ki. Hə. Bəli. Mən çox sağ olun. Mən də Buyurun, özümə buyurun. gəldim. Buyurun, dəyərli, qiymətli qızım, Çox sağ buyurun. olun. Sonra kimin sualı Bax, varsa istəyirəm ki, biraz son edək, çünki gecdir. Başqa bir məqamda təbii ki, mən inanın, son dərəcədə sizə əmin edə bilərəm. Nəzər suallarınızı göndərə bilərsiniz, sual qoya bilərsiniz və bu suallarla bağlı başqa bir vaxtda da belə bir webinar görüşü təşkil edə bilərik. Məhz elə sual və cavablarla bağlı bunu təşkil edərək sizin suallarınıza cavab verə bilərəm. Buyurun, kimin sualı varsa axırıncı sualı istəyirəm Sevda eşidək. müəllimə, axşamınız Buyurun, xeyir. hər vaxtınız xeyir. Ayseldir. Xoş Buyurun oldu Asiyə sizin xanım. təlimə qoşulmaq. Buyurun. Sevda müəllimə, deməli mən əslində sizə sualım yoxdur, sadəcə sizin sözlərinizə istinad eləmək istəyirəm. Buyurun. Mən Naxçıvan Dövlət Universitetində axırıncı kurs tələbəsiyəm, psixologiya. Biz Bəli, tanışıq hətta, bilirsiniz. bəli, Orada bəli, təhsil alıram, ikinci təhsili və mən uşaq və yeniyetmə üzrə psixoloq kimi fəaliyyət göstərirəm. Və bu zamanlar ərzində mənim yanıma gələn uşaqların əksəriyyətində olan psixopozuntu deməyək də, qayğıya ehtiyacı olan uşaqlar, Qayğıya təşviş ehtiyac, bəli, pozuntusu, bəli, bəli, fobiyalar, bəli, Hı hı. fobiyalardır, təşviş bəli, pozuntularıdır, bir çox davranış pozuntularıdır. Bunların Hı hı. altında yatan valideynlərin, yəni hər biri valideynin əsəridir də, belə deyim. bəli, Yəni bəli, siz o qədər gözəl bir mövzuya toxundunuz, o qədər mən yəni xoş oldu. Mən istədim ki, öz fikrimdə sizə bildirim. Həqiqətən uşaqların bütün düzdür, neyroinkişaf pozuntularına çıxma şərti ilə ki, bunların hamısı genetik faktor bəli, daşıyır. bəli, bəli, Onlar genetik, anadan bəli, gəlmə bəli, problemləridir. bəli, bəli, Ancaq bəzi problemlərin əksəriyyəti valideyndir. Mən həmişə deyirəm ki, uşaqları psixoloqa gətirməyin. İlk öncə özünüz gedin psixoloqa, sonra siz bəli, valideyn olun, sonra uşaq böyüdün. bəli, çox Bunları gözəl, demək istədiyim. çox gözəl, Bu çox çox gözəl gözəl bir toxunmusan. təlimdir. Çox sağ olun əməyiniz Çox üçün, sağ olun, hörmətiniz çox üçün. sağ Hər olun. şey üçün Təşəkkür minnətdaram mən edirəm. sizə. Hə, Bu çox böyük bir şans idi inşallah bizim üçün. tezliklə bir daha da Minnətdaram. görüşərik. Suallarınızı ünvanıma göndərə bilərsiniz. Dəyərli və qiymətli webinar iştirakçıları çox sağ olun. Gecəniz xeyrə qalsın, Çox əziz təşəkkür ziyalılarım. edirik biz də Sağ ki, olun. gəldiniz, təklifimizi qəbul etdiniz, gəldiniz. Çox Bəli, möhtəşəm Çok webinar sağ olun oldu. Sevda xanım. çox Teşekkür sağ ederim. olun. Düşünürəm ki, hər kəs faydalandı. Çox Çox minnətdarıq. Hər kəsin təşəkkür gecəsi edirik. xeyrə, sizin də. Gecəniz xeyrə. Sağ ol, Sağ gecəniz olun. xeyrə qalsın. Sağ Teşekkür ederim. olun, sağ Geceniz olun. xeyrə Sağ olun. qalsın. Xeyrə qarşı, çox sağ olun. Sağ olun.